Qəhrəman şəhidimiz Məmmədov İsa İskəndəroğlu'nun əziz xatirəsinə, qardaşı Azərin dili ilə. Bir qardaş itirmişəm, şəhid İsadır adı. Qulağımdan getməyib anamızın fəryadı. Həvəslə dinləyərdin atamızın öyüdün. Nəbidən ilham alıb, bax beləcə böyüdün. Vətən oğul istədi, tez sarıldın silaha. Dağ da dözə bilməzdi bu amana, bu aha. Bir an vaxt itirmədən döyüşlərə atıldın, igidlər sırasına qeyrətinlə qatıldın. Şəhidliyə ucaldın, mübarəkdir bu adın. Yadigarın Fuad var, hamı sevir Fuadı. Şəhidliyə ucaldın, mübarəkdir bu adın. Yadigarın Fuad var, hamı sevir Fuadı. Şəhidliyə ucaldın, mübarəkdir bu adın. Yadigarın Fuad var, hamı sevir Fuadı. Yadigarın Fuad var, hamı sevir Fuadı. Yadigarın Fuad var, hamı sevir Fuadı. Hamı sevir Fuadı. Çox sağ olun. Məvayın bacısı Malik müəllimə minnətdarlığımı bildirirəm. Məvayın icra hakimiyyətinin nümayəndəliklərində hər birisisinə öz minnətdarlığımı bildirirəm ki, şəhidlərimiz heç zaman unudulmayıbdır. Hər zaman şəhidlərimizin hər bir tədbirində, hər bir hadisələrində başının üstündə olubdur. Çox sağ olun. Bəli, bu günlərdə qardaşım İsa'nın şəhidlik sidrəsinin ucalmasını ofisir. Tamamdır. Mən Qubadlı rayon polis şöbəsində döyüşlərdəydim. Rəhmətli Xocavənddə döyüşür, Abşeron Batı rayon komandası. 94-cü ilin fevral ayın 10-u günü Qubadlının rəisi polis polkovniki Faiq Kərimov mənə dedi ki, Azər, sabah sənin ad günündür, sən ged evə. Dedim, yox Faiq mənim, mən gedə bilmərəm, mən qardaşımı tapım sonra. Dedi, heç nə olmaz, dedim, yox, nəsə qəlbimə dağıldı, gelib onu tapım. Faiq müəllimlə qoşuldum, məndən gəldik. Getdik, Xocavəndə neçə dəfə girdiksə bizi icazə vermədi. O dedi, yox, tədbirə görə gedə bilməzsiniz. Gəldik, getdik, bütün o şəhidlər, morqda meyitlərin için axdı. Dedi, sən nə olursan, dedim, nəsə qəlbimə dağıldı. Gecə saat 12 idi, gəldim çıxmışım qayda. 11 günü sənə bayaqla Allah verdi müəllimə söhbət edirəm. Mahmudluqdan Arif kişinin qızının yasıydı. Atam, anam rəhmətli o gedəndə dedi, sən də dedim, yox gedəmdə bədənimə üşütmə düşür. Böyükdə qar yarıbdır, yer göy tutulubdur. Bir də göl qatı döyülüyor, rəhmətliyin bacanağa dedi ki, Azər, Təbriz, getmirsən İsa'nın evinin üstünün kırışasını. Dedi, yox, İsa yaralanıb, dedim, İsa yaralanmaz, o yaxın şəhədir. Yendi məqədəki millət həyətlərdir. Allah verdi məlimdə danışdı, bəli. Yer göy qan ağrıdır. Həmən ili çox şəhidimiz oldu. Şəxsən bax, Mahmudov Aki Əbdüləli oğlu özü İsa'nın cənazəsi yola salmışdır. Amma gəldi gördü ki, Akif orada dəfn oldu. Yadımdadır böyük şükür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Cənab Prezidentimizə o dəmir yumruğunun altında bütün xalqımız, elimiz, obamız birləşdi. Zəfər əldə elədik. Mənim üçün böyük fəxrdir. Cənab Prezident getdi, Xocavənddə bayrağı özəli ilə qaldırdı. Və növbədən Cənab Prezident seçsinlər, dedim ki, eşən geçsin, ailəsini orada səs vermək istəyəcəm. Bunu mən bir gün qabaq evdə ailəmə danışırdım. Tezdən mən o televizorda görəndə həqiqətən sevincimdən dedim ki, bu tüm dünya ölkələrindən bir mesajdır. Elə belə söhbət deyil. Bu günləri biz qürurla danışa bilərik, fəxrlə danışa bilərik ki, biz Azərbaycanlıyıq. Bizim
sevimli İlham Əliyev ki prezidentimiz var. Çünkü onun sayesinde 200 il əsirlikdə olan torpaqlarımız işğaldan azad olunurdu. Allah bütün ölkəmizi, dövlətimizi qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər birinizə minnətdaram, baş əyərəm qarşınızda. Çox sağ olun.